Salam əziz həmkarlar, çoxalma ontogeniz, hüceyrənin bölünmə üsulları, mitoz və meyoz. Şəkildə toyuğun yumurtalığının yetişmə zonasına keçmiş hüceyrənin meyoz yolla bölünməsi göstərilib. Burada A və B hüceyrələri biri-birindən nə ilə fərqlənir? Əgər yumurtalıq deyirsəm və meyoz yolla əmələ gəlmiş A və B hüceyrələri, bunun dördü də spermatozoid adlanır. Biri-birindən nəyə görə fərqlənir? Gəlin baxaq. DNT molekulunun sayına görə səhvdir. Molekul sayına görə fərqlənməyəcək. Cinsiyyət xromosomlarının quruluşuna görə dəyişə bilər. Cinsiyyət xromosomlarının sayına görə səhvdir. Xromatidlərin sayına görə səhvdir, çünki hamısı N və C-dir. A-som xromosomların sayına görə səhvdir, hamısında 22 A-som var. Deməli oldu B bəndi. Tısbağanın toxumluğunun yetişmə zonasına 8 hüceyrə daxil olmuşsa, əmələ gəlmiş qametlərin neçəsi X cinsiyyət xromosomu daşıyacaq? Tısbağanın toxumluğun yetişmə zonasına bir hüceyrə daxil olanda 4 qamet əmələ gəlir. Və 8 hüceyrə daxil olanda neçə qamet X? X bərabərdir. Buradan 32 qameti tapırsınız. Deyir neçəsi X? Tısbağanın toxumluğu X-dir. Elə 32 dənə qametin 32-si də X daşıyacaq. Yəni tısbağa erkəklər X, dişilər XY xromosomuna malikdir. Bu deyir C bəndi. Tısbağanın toxumluğunun yetişmə zonasına 8 hüceyrə daxil olmuşsa 86-da. Qametlərin neçəsi Y cinsiyyət xromosom? Ümumiliklə tısbağaların dişiləri XY-dir, erkəkləri XX-dir. Hesabladıq ki, 32 qamet əmələ gəldi. Və erkəklər XX olduğu üçün qametlərinə bir dənə X düşəcək. Yəni Y olmayacaq. Y 0-dır. 87. Məməli heyvanların somatik hüceyrəsinin bölünməsi zamanı anafazanın sonunda A-som xromosomların sayını N qəbul etsək, onda mitozun sonunda əmələ gələn hüceyrələrin birinin xromosom sayı hansı düsturla hesablanır? Ümumiliklə somatik hüceyrə siz bilirsiniz ki 2N xromosom dəstinə malikdir. Anafazada bu artıb olur 4N. Və A-som hüceyrəsi N-4 ilə hesablanır anafazada. Amma normal olaraq N-2-dir A-som. Anafaza dediyi üçün N-4'dür. İndi onda mitozun sonda əmələ gələn hüceyrələrindən normal xromosomu tapmalıyam. A-som xromosom sayını N verib. Mən N-in üzərinə 4 gəlməklə anafazda 4N olur axı. Normal xromosomu tapa bilərəm. Və sonda dediyi üçün anafaza, telefazada da bu yarıya düşür. N üstə gələk 4 bölünsün 2. Bu deyir A bəndi. Məməli heyvanın ilkin cinsiyyət hüceyrəsinin bölünməsi zamanı meyozun ikinci anafazasının sonunda A-som xromosomların sayını N qəbul etsək, onda mitozun anafazasının sonunda hüceyrədə olan A-som xromosomların sayı hansı düsturla hesablamaq olar? Əvvəlcə mitozu yazın. Mitozun profazası 2N4C, metafaza 2N4C, anafaza 4N4C, telofaza 2N2C. Mitozun anafazasında A-som olur N-4. Bu mitozundur. İndi meyozu yazaq. Meyoz məsələn birinci meyoz 2N4C profaza 1, 2N4C metafaza 1, 2N4C anafaza 1, N2C bu da olur telefaza 1. Təzədən N2C profaza 2, N2C metafaza 2, 2N2C telefaza anafaza 2, NC də telefaza 2. İndi burada da olur anafazasında N-2 də A-som burada olur. İndi sənə nə deyir? Onda mitozun anafazasının sonunda N-2-ni sənə verib N. Bax bunu N verib. Sənə deyir onda mitozun anafazasının sonunda. Sən də bilirsən ki N-4'dür. Məsələn buradan N-i tapsan N bərabərdir 2-yə. N-i 4'ə tapmaq üçün nə eləmək lazımdır? 2-yə vurmaq lazımdır ki N 4'ə bərabər olsun. Bu deyir C bəndi. İlkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasının sonunda N qədər xromosom olarsa, ümumiliklə meyozun ikinci anafazasında olur xromosom 2N. N qədər xromosom olarsa 2N-i N-ə bərabər eləyib.
Bağırsaq hüceyrəsində mitozun anafazasında. Bağırsaq hüceyrəsi mitozun anafazası da 4N-dir. 2N 4N-ə qalxıb. Deməli 2 dəfə artım baş verib. Bu da eləyir 2N. İnsanın yumurta hüceyrənin N qədər xromosom olarsa, ümumilikcə yumurta hüceyrədə xromosom haploiddir. Yəni N-i buradan yazdıq. N qədər xromosomu var. Aha. Bağırsaq epitelisinin hüceyrəsində mitozun anafazası. Bağırsaq da epitelisi mitozun anafazasında olur 4N. N neçə dəfə artıb? 4 dəfə artıb. Deməli bu da eləyir B bəndi. İnsanın bağırsaq hüceyrəsinin mitoz bölünmənin anafazasında, yəni mitozun anafazası 4N-dir. 4N N-ə bərabərdir. Xromosom varsa, ilkin cinsiyyət hüceyrəsində meyozun ikinci anafazasının sonunda nə qədər xromosom olar? Baxın, meyozun ikinci anafazasının sonunda, yəni sənin burada N-in 4-ə bərabərdir. Bunu bildin. İndi meyozun ikinci anafazasının sonunda da 2N xromosom dəstinə malikdir. 4N 2 dəfə azalıb düşür 2N-ə. Məsələn, N 4-ə bərabərdir. N-i 2-yə bölməklə 2 tapa bilərəm. Bu da eləyir B bəndi. İnsanın bağırsaq hüceyrəsinin mitozun bölünmə mərhələsində, aha, yenə anafaza. Anafaz da 4N-dir. İndi N-i 4-ə bərabər eləyirəm də, sonunda xromosomu N-lə işarə eləyib. N bərabərdir 4. Onda bir spermatozoid. Sən bilirsən ki, spermatozoid nə qədər əmələ gəlir? 4 dənə əmələ gəlir. N bərabərdir 4 və hər biri də haploid 1 xromosom dəstinə malikdir. Mən 4-ü 4-ə bilməklə 1 ala bilərəm. Bu da eləyir C bəndi. Tetraploid orqanizmin tetraploid 4N-dir. Somatik hüceyrəsinin nüvəsində olan xromosom sayını N kimi qəbul eləsək, ümumilikcə tetraploid 4N-dir. Yəni sənin N bərabərdir 4-ə. Bu orqanizmin qametində olan autosom tetra 4-dür, qametə yarıya düşür 2. Yəni N bölünsün 2-yə bölməklə mən tapa bilərəm qameti. Və qametində olan autosomları və alınan da 2 dənəsini çıxmaqla mən autosom xromosomu tapa bilərəm. Bu da eləyir A bəndi. Sxemin yetişmə zonasının əvvəlində bölünməyə hazırlaşan A hüceyrəsindəki xromosomun yığımı göstərilmişdir. Meyozu deyir. Meyoz bölünmə zamanı 2 dəfə azaldığı üçün hərəsindən biri düşəcək. Bir bundan, bir düz xəttdən, bir də bundan. Bu da eləyir C bəndi. İndi burada sizə bunu verib, ana hüceyrəni soruşur. 1, 2, 2 dənə çubucağın olacaq ki, yarı-yarıya düşüb. 2 dənə düz xəttin, 2 dənə də minusun. Bu da eləyir B bəndi. Meyozun hansı mərhələsində konjugasiya prosesi baş verir? Sən bilirsən ki, konjugasiya prosesi birinci bölünmənin profazasında olur. Toyuğun qametində autosom xromosomlarının sayı 38-dir. Sən üzərinə 1 gəlməklə, 39 gəlməklə N bərabərdir qameti tapırsan. Somatik hüceyrəni soruşur. Somatik hüceyrədə 2N-dir. 2N bərabərdir 39-u vur 2-yə. Nə eləyir 39 2-yə vuranda? Autosom xromosomun sayı 38, somatik hüceyrənin xromosomu 2 dəfə 9 18, 78. Aha, 78-dir. İndi səndən X2-lə soruşub. 78-in 76-sı autosomdur. Üstə gələk X toyuq deyirsə, toyuğun nəyi soruşur? Qametində somatik hüceyrə. X, Y. Aha, yəni 76-nın üzərinə 1, 2, 2 gələndə eləyir də 78 Y-bəndi. Çünki sənə cinsiyyət hüceyrəsini ayırmaqla soruşur. Xoruzun qametində. Xoruzun qametində deyirsə, indi də yenə 38-i vurdun 2-yə 78, bunun 76 autosomdur. Üstə gələk xoruz deyirsə 2-8 yazırsan. 76 üstə gələk 2-8. Bu da eləyir C bəndi. Aşağıda meyoz bölünmə zamanı hüceyrələr fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq verilmişdir. Qrafika əsasən hansı zaman interfazasında ikinci telefazaya uyğundur? Sonuncuda da, yəni 2x-dən x-ə düşür. T5, T6, bax 2x-dən düşüb x-ə. Bu eləyir Y bəndi. Daha sonra aşağıda meyoz bölünmə zamanı hüceyrələr fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl olaraq verilmişdir. Qrafika əsasən indi səndən nəyi soruşur? Birinci telefaza. Birinci telefazada 4x-dən 2x-ə düşür. Bu da eləyir T1, T2 aralığı Y bəndi. Məsələn, bax, profaza 1, metafaza 1, anafaza 1, telefaza 1. Gəlin yazaq. 2N 4C profaza 1-də, 2N 4C metafaza 1-də.
4'ün 2n 4c anafaza 1-də, n 2c olur telofaza 1-də. Yəni bu formada sənə deyir. İndi meyoz bölünmə zamanı birinci telofaza. Birinci telofazada 4x 2x'ə düşür. Yəni yarıya düşmə ehtimalı var. Çünki 2 dəfə azalır. Təzədən n 2c profaza 2, n 2c metafaza 2, 2n 2c anafaza 2, nc telofaza 2. 2-dən də 1'ə düşür, T5-dən T6-da 2-dən 1'ə. Yəni bu formada yazmalısınız. Daha sonra plus da sizə xromatid sayı soruşur. Xromosom sayı yox. C-ləri yazmalıydınız orada. 101. İndi nə soruşur? Aşağıda meyoz bölünmə zamanı hüceyrələrdə fazalar üzrə xromatid sayının dəyişməsinin müəyyən bir hissəsi ardıcıl verilmişdir. Qrafik əsasən anafaza 1-ə. Anafaza 1-i yazdıq. 2n4c profaza 1. 2n4c metafaza 1, 2n4c anafaza 1, nc telofaza 1. Yəni anafaza 1-də dəyişilmə yoxdur, axı elə xromatid sayı 4-ə bərabərdir. Bu deyir 0 T1 aralığı B bəndi. 102. İnsanda toxumluğun yetişmə zonasına daxil olmuş bir ilkin cinsiyyət hüceyrəsində əmələ gələn qametlərdə malik olduğu xromosomların sayını tapın. 4 dənə qamet əmələ gəlir. 23 dənə də sənin xromosomun var. Amma səndən nəyisə o qametdə 23 olur. 23'ü vurursan 4 eləyir 92. İndi 92'ni sən x, y ayrı-ayrı yazmalısan. Çünki insanda toxumluq deyir. Toxumluq da x, y-dir. 23'dən çıxırsan 1'in qalır 22. 22 autosomundur. Vurursan 4 eləyir 88. 88 üstə gələk. 2x, çünki 4 dənə spermatozoidin var. 2y. İkisi x-ə düşür, ikisi y-ə düşür. Bu deyir B bəndi. İnsanda yumurtalığın yetişmə zonasına daxil olmuş bir ilkin cinsiyyət hüceyrəsində əmələ gələn hüceyrələrin malik olduğu xromosom. İnsanda yumurtalıq deyir indi. İndi yumurtalığı soruşur. Yumurtalıqda bir ilkin cinsi əmələ gələn hüceyrələrin, ümumi hüceyrələr soruşur. Qamet soruşmur. 4 dənə hüceyrə əmələ gəldi. Vurdun 23 elədi 92. Cavabı 92 ilə verməyib, x-lə verib. Sən qameti ümumilikcə hüceyrələrdə autosomu tap. 22 sən bilirsən ki 23 xromosomun 22'si autosomdur, biri də cinsiyyətdir. İnsan dediyi üçün ikisidir. 4 dənə də hüceyrə əmələ gəlib. 22'ni vurursan 4 eləyir 88, ikisi də vurursan eləyir 4x. 88 üstə gələk 4x. Bu deyir B bəndi. Aha. 105. 104. Üzürlü sayın. Deyir xromosom sayının meyozun birinci bölünməsinin fazalarının F1 və F4 ardıcıl olaraq asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. Məsələn, Krafts-Singover baş verir profaza 1-də. Profaza 1 hansıdır? F1. Yəni F1'ə aiddir A. Xromosomların sentromerlərin vətər terlərinə birləşməsi. Sentromerlərin vətər terlərinə birləşməsi metafazada baş verir. F2'yə aiddir B. Mitozdan fərqli olaraq xromosom sayının dəyişməməsi. Xromosom sayının dəyişməməsi anafaza 1-dədir. 3'ə aiddir C. Xromosom sayı azalır telefazada. 4'ə aiddir D. Nüvə pərdəsinin itməsi profazada. F1'ə aiddir E. Deməli F1'ə A, F2'yə B, F3'ə C, F4'ə D. Bu deyir D bəndi. Aşağıdakılardan hansı həm meyozda həm meyoz gedər, həm də meyvə əmələ gələr? Zəncirotunun dilci şəkilli çiçəyində dişi olanlar 1. Söydün yaşıl çiçəyində erkəkdir. Yox, söydün yaşıl çiçəyi dişidir. 2. Günəbaxanın yalancı dilci şəkili. Burada yumurtalıq yoxdur. Süpürgədə də yumurtalıq yoxdur. Yəni dişi yoxdur. Elədi 1, 2. Aşağıdakılardan hansında həm meyoz, həm də meyvə əmələ gələr? Yenə əsl çiçəklərdə boru şəkilli çiçəyində 1 yumurtalıq var. Xiyarın erkəyi xeyir. Qarğıdanın qıça çiçəkləri bəli dişidir. Bu deyir 1-3. Söydün sarı çiçəklərdə erkəkli olmaz. Söydün yaşıl çiçəklərində hansı proses gedə bilməz? Yaşıl çiçək nədir? Dişi. Mitoz gedir. Hüşeym kisəsi formalaşır. Meyoz da gedir. Tozluq və erkəkçi sapının formalaşması sarı çiçəkdə gedir. Toxumun əmələ gəlməsi bəli gəlir. Tozluq dənəsinin formalaşması sarı çiçəkdir. Deməli oldu 107'də 4 ilə 6. Meyozun eyni bir fazasında baş verən 3 prosesi müəyyən edin. DNT-nin miqdarının azalması telefazadır. Vətər tellərinin əmələ gəlməsinin başa çatması metafazadır. Hüceyrə sayının artması telefazadır. Xromatidlərin qütblərə çəkilməsi anafazadır.
vətər tellərinin əmələ gəlməyə başlaması profazadır. Xromosom spirallarının açılması telofazadır. Bu da eləyir 1, 3, 6. Hansı 3 proses mitozun eyni fazasında baş verir? Bölünmə vətərlərinin əmələ gəlməyə başlaması profazadır. Deməli, nüvə pərdəsinin bərpa olunması telofazadır. Xromosom spirallara başlaması profazadır. DNT miqdarının azalması telofazadır. Nüvə pərdəsinin əriməsi profazadır. Bölünmə vətərinin əmələ gəlməsinin başa çatması metafazadır. Deməli, 1, 3, 5 baş verir profazada. Sxemə əsasən doğru kəsişməni müəyyən edin. Profaza 1-də xromosom spirallarının açılması açılmır, spirallaşma baş verir. Konjugasiya 2, yeni gen kombinasiyalarının yaranmasının mümkünlüyü 3. Xromosom sayının haploid olması yox, 2 ilə 3. Daha sonra xromosom sayı profaza 1-də diploid olur. 111. Drozofil milçəyinin anafaza mərhələsinin sonunda neçə qız xromosomu olar? Drozofil milçəyin anafaza. Drozofil milçəyi 2N4C. Sonunda neçə qız hüceyrə olar? 2N4C. 2N4C bizdən nəyi soruşur? Enci. Mitoz. Mitoz zamanı üzürlü sayı meyozla yazmışam. 2N4C profaza, 2N4C metafaza, 4N4C anafaza, 2N2C telofaza. Drozofil milçəyi ümumilikcə 2N bərabərdir, 8-ə bərabərdir. 2N 8 isə 4N 16 olacaq. 111-də 16. 112. İnsanın sümük hüceyrəsinin nüvəsində anafazanın sonunda sümük hüceyrəsi mitoz bölünməyə məruz qalır 4N. 4 vuraq, N-də haploid xromosom dəsti 23-ə. Bu da eləyir 92. İnsan toxumluğunun yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsindən əmələ gəlmiş qametlərdə 4 dənə qamet əmələ gəlir, spermatozoid. Hər biri də 23 xromosom dəstinə malikdir. 4-ü vurursan 23-ə, bu da eləyir 92. İnsanın yumurtalığın yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsindən əmələ gəlmiş qametlərdə bir dənədən bir dənə qamet əmələ gəlir və o da 23 xromosom dəstinə malikdir. Yumurtalıqda bir dənə qamet, 3 dənə yönəlci cisimcikdir. Qamet dediyi üçün birini götürürsən. 40 halbalı toxumunun yaranmasında, mayalanmada neçə sperm? Bir toxumun əmələ gəlməsində 2 sperm. 40-ının da əmələ gəlməsində 40-ı vurursan 2 eləyir 80. Neçə yumurta hüceyrə? Bir toxumun əmələ gəlməsində 1 yumurta hüceyrə. 40 deyəndə 40-ı vurursan 1-ə, tapırsan 40 dənə yumurta hüceyrə. Yumurtalıq və toxumluqlarda baş verən meyoz nəticəsində cəmi 20 qamet əmələ gəlmişdir. Yumurtalıq nəticəsində bir yumurta hüceyrə, bir qamet, 3 yönəlci simcik. Bir dənə qamet əmələ gəldi bunda. Toxumluqda da 4 dənə hüceyrə əmələ gəlir ki, 4-də qametə çevrilir. 4x. 5x bərabərdir 20, x də bərabərdir 4. Başlanğıc hüceyrəni tapdın 4. İndi nə deyir? Əgər meyoz prosesinə məruz qalmış ilkin erkək və dişi cinsiyyət hüceyrələrinin sayının bərabər olduğunu nəzərə alsaq, yəni 4 dənə dişi hüceyrəm var, 4 dənə də erkək hüceyrəm var. Alınmış qametlərdə neçə yumurta hüceyrə? Bir dənə dişi hüceyrəm daxil olanda bir dənə yumurta hüceyrə daxil əmələ gəlir. 4 dənə də daxil olanda x də bərabər 4. Elə 4 dənə də yumurta hüceyrə alınmış olacaq. Mitoz bölünmənin metafaza mərhələsinin hüceyrəsində 52 xromatid olan heyvanın metafaza mərhələsində 2N xromosom 4C xromatid. 4C-si bərabərdir 52-yə, C də bərabərdir 52-ni bölürsən 4 eləyir 13. Qametində deyir. Bu haploid sayıdır. Elə qamet də haploid olduğu üçün 13 xromosom dəstə malik olacaq. Mitoz bölünmənin metafaza mərhələsində yenə 4C bərabərdir 48, C də bərabərdir 12. Qametin haploid olduğu üçün elə 12 olmuş olacaq. Drozofil milçəyinin xromosomlarının haploid dəsti şimpanzenin haploid xromosom dəstindən neçə dəfə azdır? Şimpanzenin 2N-i bərabərdir 48, N-i bərabərdir 24-dür. Drozofil milçəyinin də 2N-i bərabərdir 8, N-i bərabərdir 4-dür. 24-ü bölürsən 4-ə tapırsan 6. Deməli 6 dəfə nədir? Azdır. Drozofil milçəyinin xromohaploid N bərabərdir tapdın 4. Diploid ilə şimpanzedə 48-dir. 48-ni bölürsən 4-ə. Nə tapırsan? 48 4-ə bölünənə düşür 12. İndi baxırıq.
Meyozun ikinci bölünmənin anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekul və xromatidlərin cəmi. Anafaza mərhələsinin sonunda 2N olur xromosom, 2N olur DNT, 2C olur xromatid. 144 olarsa 2, 2, 4, 6. 144'ü bölürsən 6'ya. Bu da düşür 24. Elə xromosom sayı 24'ə bərabərdir. Daha sonra mitozun anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekulu və xromatid. Mitozun anafazasında 4N xromosom olur, 4D xromatid olur, 4C-də 4D DNT olur, 4C-də xromatid olur. 4, 4 eləyir 8, 8'in üstünə 4, 12. 288'i bölürsən 12'yə. 288'i 12'yə böləndə nə düşür? Bölək 12'yə. Bu da eləyir 24. Elə yumurta hüceyrədə də 24 xromosomun var. Bir fərdin somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda somatik deyirsə deməli mitoz bölünmədir. Göstərilən xromosom sayı mitozda 4N xromosom olur. 4N 36'ya bərabərdir. Bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn, yetişmə zonanın sonunda əmələ gələn N haploidi olur. Bunun haploidini tap. 4N 36'dırsa N də bərabərdir 9'a. Deməli yönəlci cisimciyin deyir, birinin deyir. Yönəlci cisimciyin, yəni biri 9'a bərabərdir. Cisimciklər desəydi 9'u vuracaqdın 3'ə. 125. Cüərcinin yumurtalığın yetişmə zonasına daxil olmuş hüceyrələrin sayı 30'dur. Mənim 30 dənə hüceyrəm daxil olur. Əmələ gəlmiş bütün qametlərdən 25'i Y-dir. Yumurtalıqda bilirsiniz ki, bir hüceyrə daxil olanda bir qamet əmələ gəlir. 30 hüceyrə daxil olubsa 30 qamet əmələ gəlib. Bunun 25'i Y-dirsə, yerdə qalır 5 dənəsi X-ə. Əmələ gələn yönəlci cisimciklərdə sən bilirsən ki, cüərçin də X-Y-dir yumurtalıq. Bir dənə başlanğıc hüceyrə olanda bir dənə yumurta hüceyrə 3 dənə yönəlci cisimciyin əmələ gəlir. Əgər sənin qametin X-dirsə, yönəlci cisimciyinə bir dənə X düşür, yerdə qalan 2 dənə Y-dir. Səndən nəyi soruşur? Y cinsiyyət xromosomu. Bir dənə X daxil olanda 2 dənə yönəlci cisimciyin Y daşıyır. Yuxarıda da 5 dənə X qametin var. 5 dənə X olanda nə qədər daşıyacaq? 10. 5'i vurdun 2'yə tapdın 10. 10 dənə Y-i buradan tapdın. İndi qametin burada Y-lə başlayır. Onda yönəlci cisimciyin birinə Y, yerdə qalan ikisinə X düşür. Məsələnin şərtində də səndən Y-i soruşur. Bir dənə Y qametim olanda bir dənə Y yönəlci cisimciyim olur. 25 dənə Y olanda nə qədər yönəlci cisimciyim Y-dir? 25'i vurursan 1'ə tapırsan 25. 25 Y buradan, 10 Y də buradan. Cəmi eləyir 35 Y. Daha sonra cüərçinin deyir yumurtalığının yetişmə zonasına daxil olmuş mərhələdə hüceyrələrin sayı 30'dur. Yəni başlanğıc hüceyrənin sayı 30'dur. Əmələ gəlmiş qametlərdən Y cinsiyyət xromosomun sayı 25'dir. Əmələ gəlmiş bütün yönəlci cisimciklərdəki X xromosom o üsulla da yaza bilərsən, düsturla da yaza bilərsən. Y bax səndən X yönəlci cisimciyi soruşur. X yönəlci cisimcik bərabərdir. Başlanğıc hüceyrə üstə gələk Y qameti. İndi sənin başlanğıc hüceyrən nə qədərdir? 30. 30 üstə gələk Y qametin nə qədərdir? 25. 30'un üstünə gəlirsən 25 eləyir 55. Deməli sənin 55 dənə X yönəlci cisimciyin var. 126, 25. Məsələn 125'i də həmin düsturla yazsam, indi səndən Y yönəlci cisimciyi soruşur. Y yönəlci cisimcik bərabərdir. Başlanğıc hüceyrə üstə gələk X qamət bir-birinin əksinədir. İndi baxaq. Y yönəlci cisimcik başlanğıc hüceyrə nə qədərdir? 30. X qametin nə qədərdir? Baxırsan ki, məsələnin şərtində verməyib. 30 dənədən 25 dənəsi Y-ə düşürsə, yerdə qalan 5 dənəsi də X-ə düşür. Deməli, X də 5 dənədir. 30'un üzərinə gəlirsən 5, bu deyir 35. 35 dənə də Y yönəldici cisimciyin var. Düsturla da yaza bilərsiniz. İndi 127'ni həm düsturla yazaq, həm də bayaqki üsulla. Məsələn, düsturla yazanda nəyi soruşur? Y yönəldici cisimciyin bərabərdir. Başlanğıc hüceyrə üstə gələk X qameti. Başlanğıc hüceyrə nə verib? 30. X qameti nə verib? 5. 30'un üzərinə gəlirsən 5 eləyir 35. Deməli 35 dənə Y yönəldici cisimciyin var.
Amma digər üsulla yazsam, 30 dənə başlanğıc hüceyrəmdən, yəni qametimdən 5 dənəsi x-ə düşürsə, yerdə qalan 25 dənəsi y-ə düşür. Bunu bildim. Məndən də y-ə soruşur. Bir dənə mənim qametim əmələ gələndə 3 dənə yönəlci simciyin əmələ gəlir. Əgər qametim x ilə başlayırsa, yönəlci simciyimin birinə x, ikisinə y düşür. İndi bir dənə x qameti olanda 2 dənə y yönəlci simciyim olur. Məsələnin şərtində də 5 dənə x qameti verib. 5 dənə x qameti olanda 5-i vurursan 2-yə tapırsan 10 dənə y yönəlci simciyi buradan. Təzdən bir də çəkirsən. Bir dənə sənin qametin, 3 dənə yönəlci simciyin. İndi qameti y ilə başladıram. Yönəlci simciyin birinə y, ikisinə x düşür. Bir dənə y qametim olanda bir dənə y yönəlci simciyim olur. 25 dənə, bax bu 25 dənə y qametim varsa, nə qədər y yönəlci simciyim olacaq? 25-i vurursan 1-ə, tapırsan 25. 25 y buradan, 10 y də buradan. Cəmi eləyir 35 y. Bu üsulla da tapa bilərsiniz. Daha sonra yenə nəyi soruşur? X. X yönəldici simcik bərabərdir. Başlanğıc hüceyrə üstə gələk y qameti. Başlanğıc hüceyrən nədir? 30. Üstə gələk y qametin. Sənə 5 dənə x qameti verib. 30-un 5-i x-dirsə, yerdə qalan 25-i y-dir. 30 üstə gələk 25, bu da bərabərdir 55. Deməli, 55 dənə sənin x yönəldici cisimciyin var. Yenə düsturla yazırıq. Nəyə soruşur? Y yönəldici cisimciyin bərabərdir. Başlanğıc hüceyrə üstə gələk x qameti. Y-i soruşanda mütləq başlanğıc hüceyrənin üstünə x gəlməlisən. Yox, x yönəldici cisimciyi soruşursa, mütləq başlanğıc hüceyrənin üstünə y qameti gəlirsən. İndi başlanğıc hüceyrəm 40. 40 üstə gələk. Məndən y soruşur. X qaməti, elə x qaməti də verib 10. Bu da eləyir 50. Deməli, 50 dənə yönəlci cisimciyim y daşıyır. 130. Yenə, indi x yönəlci cisimciyi soruşur. X yönəlci cisimcik bərabərdir. Başlanğıc hüceyrə üstə gələk y qaməti. Başlanğıc hüceyrəm 40-dır. Üstə gələk y qaməti. Məsələnin şərtində mənə 10 dənə qamət x verib. 40-dan 10-u x-dirsə, yerdə qalan 30-u y-dir. 40 üstə gələk 30, bu da eləyir 70. 171. Yenə y yönəlci cisimciyin bərabərdir. Başlanğıc hüceyrə üstə gələk x qaməti. Başlanğıc hüceyrə sənə verib 40. Üstə gələk. 40 dənənin 30-u y qamətidirsə, yerdə qalan 10-u x qamətidir. 40 üstə gələk 10, bu da bərabərdir 50. Elədi 50. Daha sonra 132. Deyir göyərçinin yumurta. Aha, yenə x yönəlci cisimcik bərabərdir. Başlanğıc hüceyrə üstə gələk y qaməti. Başlanğıc hüceyrəm 40-dır. Y qametimi də 30 verib. 40 üstə gələk 30, bu da eləyir 70. İnterfazadan başlayaraq mitozun sonuna qədər hüceyrədə baş verən aşağıdakı proseslərin baş vermə ardıcıllığını müəyyən edin. DNT-nin ikiləşməsi ATF-in sintezi interfazada. Xromosomların sitoplazmada sərbəst yerləşməsi profaza. Vətər tellərinin sentromerə birləşməsi metafaza. Xromosom sayının artması anafaza. Sitoplazmanın bölünməsi telofaza. Xromosomların sitoplazmada sərbəst görsənməsi, bunu yazdıq. Hüceyrə sayının artması telofaza. 1, 2, 5, 3, 6, 4. Sonra bunu da yazırıq. İnterfazadan başlayaraq yenə sona qədəri soruşur. Nuklein turşuları və zülalların sintezi 5, bu olur interfaza mərhələsi. Sentriolların qütblərə çəkilməsi profaza. Bölünmə vətərlərin əmələ gəlməsinin başa çatması metafaza. Xromosom sayının artması anafaza. Nüvə qılafının əmələ gəlməsi telofaza. Hüceyrənin sayının artması 5, 3, 2, 1, 4. Oldu həmkarlar, sağ olun.